Herkese salam, kanalıma hoş geldiniz. Bugün biz sizlə informatika yeni test toplusunun digər mövzularının suallarının izahına baxırıq. İnformasiyanın ölçü vahidləri və informasiya miqdarının ölçülməsi. İlk öncə qeyd etmək istəyirəm ki, MİQ sertifikasiya abituriyent dərsləri üçün aşağıda təsvir bölməsində qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz və daha çox videoların gəlməsi üçün kanala abunə olmağı, videonu bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın. Təşəkkür edirəm. Başlayaq ilk sualdan. İnformasiya tutumu 1,94 MB olan boş diskə bu qədər fayl yazıldı. Diskə neçə kilobayt boş yer qalır? Bunu belə yadınızda saxlayın. Bax, müəyyən bir vedrədir və yaxud da ki, qabdır. Bu qab boşdur, tamamilə boşdur. Düzdür. Məsələn, deyək ki, bu qab 12 litr yer tutur. İndi deyir ki, bunun içərisinə, nə bilim, 1 litr su tökdülər. Məsələn, bu 1 litr olsun. Sonra, nə bilim, sonra 3 litr su tökdülər. Sonra, nə bilim, 4 litr su tökdülər. Bu şəkildə verir. Deyir ki, boş qalan yer tapın. Boş qalan yerdə buranı soruşur məndən ki, bura nə qədərdir? O zaman neyirəm? Ümumi boş hissədən mən bura əlavə elədiklərimin cəmini çıxmalıyam. Məsələdə də əslində onu deyil. Yəni, sadəcə məntiqi tutsanız, geri qalan həll olmuş olur. Demək, neynirəm? Ümumi boş hissəm nə qədərdir? Birinci sualda. 1,94 MB-dan çıxmalıyam bunların cəmini. Yəni, 0,5 MB üzərinə gəlinsin 512 kilobayt üzərinə gəlinsin 0,44 MB. Bunu deməli cəmləməliyəm. Bərabərdir. Gəlin sizə bir şey deyim. Burada cavablar kilobaytla istəyir cavabda. Amma biz bunu eləyirik. Bunu megabaytdan işləməyə davam edirik. Bu megabayta çevrəsi olsam 512 209 deməkdir. 200 ona bölsəm 2-də 1 qalır. O da 0,5 megabayt eləmiş olur. Bu ikisi eləyir 1 megabayt. Yəni 1,94-dən çıxanda 1,44 megabayt ümumilikdə. Bərabər olur nəyə? 0,5 megabayta. 0,5 megabaytımda nə qədər kilobaytı? Kilobayta çevirmək lazım. Yəni 2-də 1 megabaytı kilobayta çevirəndə 2 üstündə ona vurmaq lazımdır. O deyir 2 üstündə 9, yəni 512 kilobayt. Cavab verir Y variantı. Variantı nə ilə istədiyinə diqqət edin. Çünki cavablarda 0,5 də var idi gördüyünüz kimi. İkinci sual. Deyir ki, 16 megabaytlıq diskə neçə 3 megabaytlıq səs faylı yazmaq olar. Bax, yoldaşlar, 16 megabaytlıq diskdir. Bax, bu tutaq ki, yeşikdir. Bu yeşiyin həcmi 16 kiloqramdır. Sizə deyir ki, bunun içində neçə dənə kiloqram? Neçə dənə, məsələn, 5 kiloqramlıq daş yerləşdirə bilərsiniz. Bunun içində 5 kiloqramlıq daşları yerləşdirmək üçün, bax, birini qoyduq 5. Birini qoyduq 10, birini qoyduq 15. Artıq o biri aşır. Yeşiyə sığmayasıdır. Düzdür? 15. Nə olsun ki, məsələn, 1 kiloqram yerin boş qalır. Bu 1 kiloqram mən hara yerləşdirim? 1 kiloqram bəs 4 kiloqramını hara yerləşdirim? Belə nəzərdə saxlayın. Yəni, sizin 16 megabaytlıq diskinizdir. 3 megabaytlıq səs faylı yazmalısınız. Bunu bölürsünüz 3 megabayta. Bəzən bunu klaster məsələlərinə səhv salıb yoldaşlar üzərinə 1 də əlavə edir. Olmaz. Burada cavab edir nə? 5 dəfə düşür. 5 tam neçəsə də eləyir. İndi o davamını yazmırıq. Biz buradan 5 dəfə yaza bilərik. Yəni, cavab edir burada B variantı. Sonra keçək 3-cü suala. İnformasiyanın sadalanan deyir ölçü vahidlərinin ən böyüyü hansıdır? Bu ardıcılığı bilməlisiniz. Birinci bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt, davamı da var, onlara ehtiyac yoxdur. Burada gördüyüm ən böyük olanı terabaytdır, yəni cavab verəcək D variantı. Burada kiçikdən böyüyə doğru getmiş olur. Sonra gələk 4-cü suala. 4-cü sualda informasiyanın sadalanan ölçü vahidlərinin ən kiçiyini göstərməyimizi istəyir. İndi baxaq. Ardıcılıqla bit, bayt, kilobayt, megabayt ən kiçik olacaqdır burada kilobayt. Yəni 3-cü sualın cavabı, bayt, 3-cü sualın cavabı A variantı. Sonra informasiyanın sadalanan ölçü vahidlərindən ən kiçiyini dedik. Gələk 5-ci suala. Deyir ki, 2048 kilobayt
Üzərinə gəlsin 3 megabayt. İfadəsinin nəticəsini müəyyən edin. Tamam. Cavablarım da kilobayt da var, megabayt da var. Baxaq görək nə ilə tapa bilərik bunu. 2048-i mən megabayta çevrəsi olsam, bu 2048 özü 2 üstündə 11 deməkdir. Düzdür? Kilobaytdan megabayta keçəndə nə etməliyəm? 2 üstündə 10-a bölməliyəm. O zaman bunlar ixtisar gedir, qalır burada 2 megabayt. 2 megabaytla da 3 megabayt toplayanda ümumilikdə edir 5 megabayt. Baxıram cavabda varmı? Var. C variantı. Gələk 6-cı suala. 6-da. Deyir ki, klaviatura sözü 32 simvollu əlifba. Bunu keçən videolarda izah elədik. 32 dənə simvol var əlifbada. Bu 2 üstündə 5 deməkdir. Deməli, sən əlifbada bir simvolun 5 bit informasiya daşıyır. 5 bit yer tutur. İndi bizdə nədir söz? Klaviatura. Klaviatura. Burada hərfləri sayıram. Yəni simvollar lazımdır bizə. 1, 2, 3, 4, 4, 5, 6, 7, 8, 9, 10 dənə hərf var. 10 dənə simvolum var. 10 dənə simvolun hər biri 5 bitdən eləyir burada 50 bit. 50 bit. Yəni cavab edir burada C variantı. Keçək 7-ci suala. Deyir ki, 16384 bit neçə kilobaytdır? 16384 rəqəmi əslində sizə tanış gəlməlidir. Bu 2 üstündə 14 deməkdir. 2 üstündə 14. Bu rəqəmi əzbərləyə də bilərsiniz. Amma rəqəm budur. Yəni 16 vuraq 1024 bu şəkildə deyil. 2 üstündə 14 bit. Bizdən bunu soruşur ki, kilobayta çevirin. Bitdən kilobayta keçəndə nə etmək lazımdır? Ardıcıllığımız belə idi. Bit. Sonra gəlirdi bayt. Sonra gəlirdi kilobayt. Bitdən kilobayta gəlməkdən sonra burada bölürdük həmişə. Bunu bölməliyəm 2 üstündə 3-ə. Buradan bura keçəndə bölməliyəm 2 üstündə 10-a. Ümumilikdə buradan bura keçəndə nə etməliyəm? 2 üstündə 13-ə bölməliyəm. Yəni bunu 2 üstündə 13-ə bölməliyəm. O zaman da qalır 2 kilobayt. Yəni cavab edir D variantı. Gələk 8-ci suala. Deməli, nə deyir? Deyir ki, 8-də. 8-də 1 terabayt neçə bayta bərabərdir? Gəlin başlayaq yazaq. Bax, bit, bayt, kilobayt, megabayt, gigabayt, terabayt. Düzdür? İndi terabaytdan bayta gələndə bu şəkildə 1, 2, 3, bayta gəlirikdə düzdürmü? 4. 2 üstü 10-a vurmalıyam. 2 üstündə 10-a vurmalıyam. Yenə 2 üstündə 10-a vurmalıyam. Yenə 2 üstündə 10-a vurmalıyam. Neçə 2 üstündə oldu? 1, 2, 3, 4 dənə. Yəni 2 üstündə 40-a vurmalıyam. 8 özü 2 üstündə 3-ün olduğuna görə bir də bunu vuram 2 üstündə 40-a. Ümumilikdə eləyir bunun qiyməti 2 üstündə 37. Yəni cavab edir Y variantı. Bir dənə bunu bilsəz, bu hissəni bilsəz, sizin üçün kifayət edir. Soldan sağa gələndə bölürəm, sağdan sola gələndə isə vururam. Vurmamalıdır. 9. İfadənin nəticəsini kilobaytla müəyyən edin. Gəlin yazaq. 512 bayt. Nə oldu bu qələmə? 512 bayt. Sonra üzərinə gəlsin 1024 bayt. Üzərinə gəlsin 300 bayt. Sonra üzərinə gəlsin 2048 bayt. Üzərinə gəlsin 212 bayt. İndi gəlin bu 212-ni biraz aşağıdan yazaq. Cavabı kilobaytla istəyir. Bax, mən bunu ki, bayaqlarım dedik. Ardıcıllıq nə idi? Baytdan kilobayta keçəndə, baytdan sonra gəlirdi kilobayt, düzdür? Buradan bura keçəndə 2 üstündə 10-a bölməliyəm. Mən bunu 2 üstü 10-a bölsəm, 512 2 üstü 9 deməkdir. Düzdür? O da 2-də 1 eləyir. Onda bu 0,5 kilobayt eləmiş olur. 1024-ü bölsəm, elə bu 1 kilobayt eləmiş olur. Sonra 300 baytı bölə bilmirəm. Amma 2048-i bölə bilirəm. 2048 2 üstündə 11 deməkdir. 2 üstü 11-i də 2 üstü 10-a böləndə eləyir 2 kilobayt. Burada fikir versəz, bununla bunu cəmləsək 512 eləyir.
Yenə də 512 baytı toplasaq yarıya bölsək, o da 0.5 20. Yəni bunun ikisi bir yerdə. Bunları xəttləyim, yazıram. Üzərinə gəlsin 0.5 kilobayt. Belə başa düşür. Yəni bu ardıcılıqla yazsaq başa düşüləndi. Bununla bunu topladıq elədi 1 kilobayt. 1 kilobayta burada 2 kilobayt. Bir də bu oldu 4 kilobayt. Yəni praktik həll eləmə üsulu belədir. Bu şəkildə həll eləyin. Çalışın ki, misalı görə biləsiniz. Olur cavab C variantı. Gələk 10-cu suala. Deyir ki, gücü 16 olan əlifba. Əlifbanın gücü böyük yendir. Böyük yenin qiyməti deyir 16-dır. O zaman burada 16 2 üstündə 4 olduğuna görə kiçik yenin qiyməti olacaqdır 4 bit. Bunu yazdıq. Əlifba ilə yazılmış mətn 20 simvoldan ibarətdir. Mətnin həzmini bayt ilə müəyyən edin. 20 dənə simvol var. Hər biri 4 bitdən hesablanır. O da eləyir 80 bit. Düzdür? Bayta çevirin. Bitdən də bayta keçəndə nə etməliyəm? 8-ə bölməliyəm. O da eləyir 10 bayt. Yəni cavab edir D variantı. Gələk 11-ə. Deyir ki, 32 simvoldan ibarət olan mətni, bax mətn deyir. Mətn 32 simvoldan ibarətdir. O 32 simvol olan əlifba. Artıq əlifbada 32 simvol ikincidədir. Deməli sənin böyük yenin 32-dir. Bu da 2 üstündə 5 eləyir. Yəni kiçik yenimiz olur 5 bit. Bunu yazdıq. Bu mətnin həzmini bayt ilə müəyyən edin. V bərabərdir. Simvolların sayı vurulsun kiçik n. Simvolların sayı 32-dir. Vurulsun 5-ə. 5 bitə daha doğrusu. Məndən baytla istəyir. Bitdən də bayta keçəni 8-ə bölərəm. Bunlar xısar gedir yuxarıda qalır. 4. 4 dövədə 5-im də eləyir 20 bayt. Yəni cavab edir B variantı. 12. Deyir ki, bu megabayt neçə bayta bərabərdir? Yazaq. 2 üstündə 2. Üzərinə gəlsin 2 vuraq 2. Megabaytı neçə bayta bərabər olduğunu soruşur. İndi bərabərdir. Bu 2 üstündə 2 üzərinə gəlsin. Yenə 2 üstündə 2 eləyir mi? Bunlar toplayanda gəlin belə deyək. Əslində bunun konkret cavabını sürət şəkildə deyə bilərəm. Ancaq belə eləyək. 2 üstü 2-ni qabağa çıxarsaq bu eləyir 1 üstə gələk 1. Düzdür? Buna 2 dənə daxı. 2-yə vurmuş sayılırıq. 2-yə də vuranda olurmu? 2 üstündə 3. Yəni 8. Heç yəni çox uzağa getmirəm də. Bu megabayt. 8 megabaytı deyir bayta keçirin. Megabaytdan bayta keçəndə gəlin baxaq. Bayt, kilobayt, megabayt. Megabaytdan bayta 1, 2. 2 üstündə 20-yə burada deyirdik vururuq. 2 üstü 10-a, 2 üstü 10-a. Ümumilikdə 2 üstü 20-yə vurmuş oluruq. Bunu da 2 üstündə 20-yə vuranda eləyəcəkdir. 2 üstündə 23 deməli bayt. Yəni cavab edir C variantı. Aşağıdakı ifadələrdən hansı doğrudur? Baxaq, birinci. Birincidə deyir ki, 13-cü sual. Birincidə deyir ki, 2 kilobaytın 2048 baytdır. Bəli. Bunu 2 vururam 2 üstündə 10-a bayta çevirəndə o da 2 üstü 11 edir. O da 2048 bayt edir. Bəli, birinci düzdür. İkinci. 1 gigabaytın 1024 baytdır. Bunu xatırlaya bilmirəm tutaq ki, düzdür. Yazıram. Bayt, kilobayt, megabayt, gigabayt. İndi gigabaytdan megabayta gələndə nə etməliyəm? Tərsini qoyun aşağıdan çəkim. Həmişə aşağıdan gözümüz alışır. Belə gələndə nə edirdik? Vururduq. Vurmalıyam 2 üstündə 10-a. Tamam. 2 üstü 10-a vurulubdurmu? Vurulubdur. 1024 megabaytım? Bəli. Üçüncü. Deyir ki, 2560 kilobaytım bərabər. Zaten cavabda 2 dənədir. Elə cavab edir 1, 2. 1, 2 də varmı? C variantıdır. Digərləri avtomatik yanlış olmuş olur. Ona görə onlara heç baxmağa dəyməz. Baxaq 14-də. Vaxtımız getməz. Nə deyir? Deyir ki, 20 GB olan fayl, 20 fayl sıxıldıqdan sonra. Belə məsələləri mən nə təşkil edirəm? Deyirəm ki, yoldaşlar, bax, 20 faiz sıxılıbsa bu neçə faizi qalmış olur? 100-dən 20-si gelibsə qalırmı 80 faizi? Bizə qalan lazımdır, düzdür? Ona görə biz bunun 80 faizini tapıb birbaşa canımızı qutarıq. 100-ə bölürəm, edir burada 16 GB. Məndən baytla soruşur, heç nə. Gigabaytda bayta çevirirəm. Ardıcılığımız nə idi? Bayt, kilobayt, megabayt, gigabayt. İndi gigabaytdan bayta keçən nə etməliyəm? 2 üstü 10, 2 üstü 20, 2 üstü 30. Deməli, vurmalıyım 2 üstündə 30-a.
16 da 2 üstündə 4 olduğuna görə bu da eləyir 2 üstündə 34. Yəni cavab eləyir neçə? Hansı A variantı? Qurtardı, getdi. 15. Deyir ki, 96 kilobayt vurulsun 32-də 1 ifadəsini bitlə müəyyən edin. Tamam. Bərabərdir. Gəlin aşağıdan yazaq. 96-nı sadə vuruqlarına da ayıra bilərsiniz ki, məsələn, neçə vuruq neçə deməkdir. Məsələn, 96-nı sadə 3-ə bölünürmü? Bölünür də. 32 düşür. Heç ehtiyac yoxdur getməyə çox uzağa. Mən burada 32, yəni 3 vurulsun 32 yazıb, sonra da vursam 32-də 1-ə. Bu 32-lər gedir, qalır burada 3 kilobayt. Heç çox uzağa getmirəm. Mən deyir cavabı bitlə ifadə elə. Yardıma salıram. Bit, byte, kilobayt, megabayt. Mən də cavab kilobaytdan keçməliyəm. Bir dənə bura gələndə 2 üstündə 10-a vurmalıyam. Buradan belə gələndə vurmalıyam 2 üstündə 3-ə. 2 üstü 10 ilə 2 üstü 3 ümumilikdə 2 üstündə 13-ə vurmalıyam. Bunu vururam 2 üstündə 13-ə. 6 üzr istəyirəm. 3 vurulsun 2 üstündə 13. Yoxdur ki, cavabda yoxdur. Onda mən bu 2-nin birini buna verirəm. Olur, baxıram cavablarda 6 var axı. 6 vurulsun 2 üstündə 12. Birini verdik buna. Cavab eləyir B variantı. Gələk 16-ya. Deyir ki, 2 üstündə 23 bit. Aşağıdakilərdən hansına bərabərdir? Gəlin baxaq. Bir dənə cədvəlimi yazıram. Bit, byte, kilobayt, megabayt, gigabayt, terabayt ehtiyac yoxdur. Hə, baxaq. Bitdən bit buradadır. Deməli, bu eləyir 3. Bölərəm 2 üstündə 3-ə. Buradan bölməliyəm 2 üstündə 10-a. Burada bölməliyəm 2 üstündə 11-ə. Burada öz üstürəməyi 10-a. Burada da bölməliyəm 2 üstündə yenə 10-a. Güya saydığım idi. Nəysə. 23 deyir. 2 üstündə 3, 13, 23. Deməli, gəlib düşür hara? Megabayta. Yəni, cavab edir nə? 1 megabayt Y variantı. 17. Dörd megabayt çıxılsın 10 kilobayt. İndi megabaytdan kilobaytı keçməliyəm ki, bunları eyni ölçü vahidinə gətirməliyəm ki, çıxa bilim. İndi kilobaytı megabayta gətirə bilmədiyimə görə niyə gətirə bilmirəm? Çünki 2 üstün ona bölməliyəm. Onu da mən 2 üstün ona nətər bölüm? Ona görə megabaytı kilobayta keçirəm. O da eləyir bərabərdir. Megabaytdan da kilobayta keçəndə 2 üstün ona vurmalısan. O da eləyir 2 üstündə 4 vurulsun 2 üstündə 10. Yəni 4096. 4096 kilobaytdan da çıxanda 10 kilobaytı. Qalır 4086 kilobayt. Yəni cavab edir A variantı. İnformasiyanın əsas ölçü vahidi hansıdır? Bu 18-ci sual bilirsiniz nədir? Gəlin sizə bir şey deyim. Əsas ölçü vahidindən kiçik ölçü vahidi arasındakı fərq. Bax, bizim ən kiçik ölçü vahidimiz bitdi. Bunu yadınızda saxlayın. Binary digitdir mənası. Ən kiçik ölçü vahididir. Amma byte əsas ölçü vahididir. Nə olsun ki, ən kiçiyi budur. Amma byte əsas olaraq seçilir. Ona görə də 18-ci sualın cavabı olur. Əsas ölçü vahidi olaraq C variantı. Ən kiçik ölçü vahidi də 19-da olur. B variantı. Gələk 20-ci suala. Deyir ki, 5 terabayt vurulsun 3 bit vurulsun 2 megabayt. Bölünsün 120 kilobayt. Tamam. Mən indi bunu hesablayın deyir. Hesablayaq, cavabı nə ilə tapaq bəs? Cavabla bağlı heç bir şey demir. Nə ilə tapmağımızı heç bir şey demir. Gəlin də özümüz bit üzərindən hesablamağı mən təklif edirəm. Gəlin bitlə hesablamağa çalışaq. Çünki orada bit dəyir gözümə. Və 2-nin qüvvətinə göstərdiyinə görə böyük ehtimal ki, bit ola bilər. Baxaq. Deməli, 5 terabaytı bitə çevirəndə, gəlin belə yazaq da. Bit, byte, kilobayt, megabayt, gigabayt, terabayt. Bax, yadımıza salaq. 1, 2, 3, 4, 43. Bura artıq 3-dür.
Burada 2 üstündə 3-ə vururam, qalanları 2 üstü 10-dur hamısı. Bir dənə burada 2 üstü 3-dür. Deməli, burada olur 2 üstü 43. Yəni, 5 vurulsun 2 üstündə 43. Bitə çevirim. Vurulsun 3 bit. Vurulsun 2 megabayt da bitə keçəndə, baxın, megabayt da bitə keçəndə 1, 2, 23. 2 vurulsun 2 üstü 23, 2 üstündə 24 deməkdir. Düzdür? Bölək. 120-ni də parçalasaq, deməli, neçə eləyir? Bir də 2-nin qüvvətlərinə gətirməli olsaq. 3 vurulsun 5, 3 vurulsun 5, vurulsun, deməli, 2 üstü 3, 2 üstü 3, bir də vurulsun, kilobaytdan da bitə keçəndə, baxın, 10, 13, 2 üstündə 13. Hamısını bitə çevirdim. Bu 5 ilə 5, bu 3 ilə 3 ixtisar gedir. Qalır yuxarıda 2 üstündə 67 bölünsün 2 üstündə 16. Orada da cavab qalır nə? Üstlər çıxılır bildiyimiz kimi. 2 üstündə 51. Yəni cavab edir burada D variantı. 2-nin qüvvətlərindən böyük olduğunu gördüyümə görə avtomatik başa düşürəm ki, böyük ehtimal ki, burada məndən bitlə istəməlidir cavabı. Gələk 21-ə. Həcmi 24 megabayt olan informasiyanı bitlə ifadə edin. Hüşnü. 24 megabayt. Deyir ki, bunu bitə çevir. Bit, bayt, kilobayt, megabayt. Megabaytdan bitə gələndə 2 üstü 10, 2 üstü 20, 2 üstü 23. Deməli, mən bunu vurmalıyım 2 üstündə 23-ə. 24-ün özü 3 vurulsun 8, yəni 2 üstündə 3 olduğuna görə, bir də vurulsun 2 üstündə 23, bərabərdir 3 vurulsun 2 üstündə 26. Yəni cavab edir D variantı. Dardı getdi. Bu qədər sadə. Sonra 22. 32 simvollu əlifba. Bunu görən kimi avtomatik bilirəm ki, bu 5 bitdir. Buna əvvəlki videolarda buna çox çalışmışıq. Kodlaşdırılmış 16 simvoldan ibarət məlumat. Məlumatın birbaşa həcmini tapıram ki, 16 dənə simvol var, 5 bitlə kodlaşdırılıb. Deməli, bu bərabərdir neçə? 80 bitə. Bunu hər iki saxıram. Bu məlumat 1024 simvollu əlifbaya keçərsə, bunun əlifbası dəyişdi oldu 1024. Deməli, bunun kiçiyini bərabərdir 10 bitə. Bu zaman məlumatdakı simvol sayı necə dəyişir? Simvolların sayını soruşur. Simvolların sayı heç vaxt dəyişmir. Həcmini sorursaydı, hə, indi mənim 32 dənə, 16 dənə simvoldan ibarət məlumatım var. Yazıb ki, məsələn, kitab mənim dostumdur. Misal üçün atıram. Bu cümlə 16 dənə simvoldan ibarətdir. Mən orada nətər simvollarını, əlifbam dəyişdi oldu, məsələn, tutaq ki, ASCII-də yazmışdım, Unicode oldu. Nəyi fərqli oldu ki, onun hərfində içində A da var, B da var, K da var, M da var, Z da var və s. də, düzdür? Bu hərflərin hamısı var. Həm ASCII-də, həm Unicode-da. Sadəcə əlifbanı dəyişdiyimə görə əlifbadakı bir simvol miqdarı dəyişir və ümumilikdə mətnin həcminə təsir göstərmiş olur. Mətnin özü dəyişmir. Gələk 23-ə. Bu sual qəbulu düşən sualdır. Deməli, neçənci ilin qəbulu? Bu 2023-ün, yox, 24-ün qəbuludur bu sual. 2024-cü ilin qəbulu olmalıdır. Amma xatırlamıram, birinci şansı idi mi, ikinci şansı idi mi, orasını tam olaraq xatırlamıram. Qəbula düşən sualdır. Əlinin 6 flash yaddaşı var. Birinci flash yaddaşda 9000 kilobayt. Bax, bunu işarə eləmək lazımdır. Buraya yazıram 23, şimdi işarə eləyim. Bax, deyib, birincidə nə qədər var? 9000 kilobayt informasiya var. İkinci flash yaddaşdan 160 megabaytlıq qrafik faylı sildikdən sonra orada 20 megabayt informasiya qalır. Yəni, sən burada, bu yaddaşın içindən hələ 160-ını silirsən, 160 megabaytı. Bunun içində qalır 20 megabayt. Deməli, burada əvvəl neçə var imiş? Birbaşa bunu hesablayıb tez yazırsan bura. Deməli, x-in qiyməti 180 megabayt imiş. Yazdıq. Bizə lazım olur, ona görə yazıram. Sonra deyir, üçüncü flash yaddaşda isə ikincidə olan informasiyanın ilkin həcmi qədər, yəni 180 megabayt informasiya var. Dördüncü flash yaddaşda isə 16-da 1,
GB-lıq video fayl var. 5-ci flash yaddaşda 64 MB-ın 1/4 hissəsi. 64 MB-ın 1/4 hissəsinə vuranda bu 2 üstündə 6 deməkdir. İxtisar gedəndə 2 üstündə 4, yəni 16 MB eləmiş olur. Sonra deyir ki, 5 yazdıq. 6-cı flash yaddaşda isə 7 MB-lıq qrafik və 2000 KB-lıq mətn. Burada artıq mətn, video nə olmasının heç bir önəmi yoxdur. Əsas informasiya həcmini tapmaq lazımdır. Flash yaddaşın nömrələrini onlarda olan informasiya həcminə görə azalma sırası ilə düzün. Tamam, düzək. Bax, bir də burada məsələn yaxın rəqəmlərlə işləməyi öyrənin ki, məsələn hansı rəqəmə daha yaxındır. Bu şəkildə işləməyi öyrənmək lazımdır. Məsələn 9000 kilobayt heç bir şey demək deyil də, yəni 2-nin qüvvətinə heç nəyə gətirə bilmirik. Ona görə bunu 8192 üzərinə gəlinsin neçəsə yazarıq. Bu da 213 deməkdir. Aydındır məsələ. 2 üstündə 13-ü də 2 üstə 10-a bölsən 8 MB-ın üzərində bir şey qalır. Yəni burada 8 MB üzərinə gəlinsin neçəsə qalmış olur. Onu tapmaq lazımdır. Gəlin bir dəqiq yazmaq istəsək 9000-dən 8192 çıxmaq lazımdır. O da 9000, 8000 çıxsaq qalır 192. 1000-dən də 192 çıxanda 1000-dən 100-ünü çıxıram 900 qalır. 900-dən də 92 çıxanda neçə qalır? 802. Düzdürmü? Yəni burada olur deməli 2 üstündə 13. 2 üstündə 13. Üzərinə gəlsin 802. Bu şəkildə. Düz demədim deyəsən. 8192, 808 qalır burada. 808. Bir yadda, 01 yadda, 9 həmsə ödəyir indi. İndi burada bunu kilobaytda da düzdür, bu da kilobaytdır, bu da kilobayt. Mən bunu parçalamışam sadəcə olaraq. Megabayta keçəndə bunu 2 üstündə 10-a bölsəm, o qalır 8. Yəni 8 megabayt üzərinə gəlsin 808 kilobayt eləmiş olur. Düzdür, bu hələ ki çox da rol oynamır, amma yenə də. Məsələn, gəlsək, rol oynayacaq hissə bu 1-ci ilə 6-cını müqayisə eləməkdir. Məsələn, burada 2000-dir. Bunu mən 1024 üzərinə gəlsin nə qədər əksik qalır onu hesablamalıyım. Elə bir 1000-dən 24 çıxmış oluram. 1000-dən 20-sini çıxıram, eləyir 980. 980-dən 4-ünü çıxanda 976 qalır. Düzdür, 976 kilobayt. İndi o da bərabərdir. Mən bunu yaza bilərəm. Bir dənə bu kilobayt, megabayt çevirinir 8 megabayt üzərinə gəlsin 976 kilobayt. Hə, görürsünüz 8 megabaytları bərabərləşdirdim. Bir dənə bu hissəsinə hesablanır ki, 6 daha böyükdür. Məndən azalma sırasından deyil. Düz. Tamam. İndi burada 20 megabayt var, 180 megabayt var. Bunu da megabayta çevirəndə megabaytdan sonra gigabayt gəlir, düzdür? Deməli tərsinə onu 2 üstünə 10-a vurmaq lazımdır. Bunu 2 üstündə 10-a vursam, bu 2 üstü 4 ixtisar gedir, qalıb da 64 megabayt. Müqayisəsi belədir. Hamısı megabaytla oldu mu? İndi başlayıram bunun hamısını hesablamağa. Yəni ardıcıl şəkildə düzməyə. Gəlin fikirləşək. Ən çoxum hansıdır? Baxıram 180 olan 3. Deməli birinci olmalıdır 3. Sonra 180-dən kiçik var neçə burada? Deməli 64 var 4. Sonra 64-dən kiçik 20 var, yəni 2. 20-dən kiçik 16 var, yəni 5. İndi burada 6 ilə 1-i müqayisə eləmək qalır. Ondan sonra 6 gəlir, sonra 1 gəlir. Yəni 3, 4, 2, 5, 6, 1. Yəni cavab A variantı. Bu qədər sadə. Sadəcə olaraq birazca vaxt aparır, amma düşünsəz, hesablasaz tapmaq olur. Deyir ki, 16 üstündə 24-ə baxırıq. 2x plus 5 bayt bərabərdir 8 üstündə x kilobayt. Bunu deyir, həll eləyin. Tamam. Heç nə eləmirəm hələ ki. Yazıram 2 üstündə 4 vurulsun. Bunun özü 204 deməkdir axı. 2x plus 5-i saxlayıram olduğu kimi. Bərabərdir. 8 də 2 üstü 3 olduğuna görə bu da 2 üstündə 3x olaraq qalır. Bu kilobaytdır, bu baytdır. Hələ ki bu da qalır. İndi 2 üstündə 8x üzərinə gəlsin 20 bərabərdir 2 üstündə 3x. Hə,
Bu kilobaytdır, bu bayt. Düzdür? Bura bayt, bura kilobayt. Kilobaytdan bayta keçəndə nə idi? Baytdan sonra kilobayt gəlirdi. Buradan bura keçəndə 2 üstü 10-a vurmalıyam. Deməli, buranı vururam 2 üstündə 10-a. Vuranda üstlər toplanırmı avtomatik? Olur nə? 2 üstündə 8x plus 20 bərabərdir 2 üstündə 3x plus 10. Əsaslar bərabərdir deyə bunlar toxunulmazdır. Artıq keçirəm məsələnin qüvvət hissələrini həll eləməyə. 8x plus 20 bərabərdir 3x plus 10-a. Heç nə. Tərəf-tərəfə keçirdirəm. 5x bərabərdir 10-a. Hətta mənfi 10-a. X də bərabərdir mənfi 2. Yəni cavab edir Y variantı. Tak. 25. İnformasiyanın ölçü vahidlərini artan sıra ilə yerləşdirin. Bir dənə özümüz sayaq. Bana var idi. Bit, byte, kilobayt, megabayt, gigabayt, terabayt, petabayt falan filan. Nəysə. Bitim ikinci sıradadır. Məndən artan sıra ilə deyir. Tamam. Baytım 5-ci sıradadır. Kilobaytım 1-ci sıradadır. Megabaytım 4-cü. Gigabaytım 3-cü. Terabaytım 6-cı. 2, 5, 1. Ana. 4, 3, 6. B variantı. Gəldik. Belə böyük görsəndə və məsələn o qədər də çətin olmayan bir sualdır. Neçədir bu? 26. Tamam. Deməli nə deyir? Deyir ki, 132 səhifəlik sənədin, bax 132 dənə ümumilikdə səhifə var. Hansı səhifələri? 2-ci, 19-cu, 23-cü və sonuncu. Sonuncu da yəni 132-ci. Yaxşı, yazaq bunu. Səhifəsində qrafik təsvir var. Ümumi neçə səhifələrdir? 1, 2, 3, 4 dənə. 132-nin 4 dənə səhifəsi qrafikdir. Qrafik. Yerdə qalanda məsələni dalını oxumamışam. Bilmirəm nədir o. Yerdə nə qədər qalır? 128. Bunu saxlayıram, qıraqda mənə lazım olacaq. Deyir ki, biz yadınıza gəlir keçən videoda danışmışdıq ki, videonun həcmi, daha doğrusu qrafik təsvirin həcmini tapanda V bərabərdir A vurulsun B vurulsun kiçik n düsturundan istifadə edirik. İndi mənə burada qrafik təsvirlərinin piksellərin sayı verilibdir. Bir də rəng çalar, rəng palitrası falan verilibdir. Və bir də danışmışdıq ki, əgər bir səhifədəki tutaq ki, şəklin həcmi 2 kilobaytdırsa, 5 səhifədəkinin həcmi nə qədər olar? O zaman 5-i 2 kilobayta vururuq. Bu da 10 kilobayt eləyir, düzdür? Yazıram bura. V bərabərdir. 128 küsünə 7 deməkdir. 512 küsünə 9 deməkdir. Vuraq. Bir dənə də mən bunun 4 dənə səhifəsi var. 4 səhifəyə vururam. Vuraq. Kiçik n-im lazımdır. Bir dənə bu qaldı. İndi bunu tapaq. Hər qrafik təsvirin rəng palitrasındakı maksimal 64 rəngdən, rənglərin sayı böyük n-dən istifadə olunur. 64-dür. Bu da 2 üstü 6 oldu. Ona görə deməli mənim kiçik n-im olur nə? 6 bit. Bunu silək buradan. Mənə lazım deyil. Yazdıq. Sonra deyir ki, qalan səhifələrin hər birində, hələ bura çatmıram. Bura çatmamış birinci bunu cavaba baxıram ki, aşağıda kilobaytla istəyir. Deməli, mən bunu kilobayta çevirməliyim. Bitdən də kilobayta 2 üstündə 13-ə bölməliyim. Gedir bunlar ixtisar. Deməli, bu 9-un üstə 7 gəndə edir 16. Bu da qalır 2 üstü 3, yəni 8. 4 dəfə 8, 32. 32-ni də vururam 6-ya, eləyir 12. Bir yadda 192 kilobayt. Bunu tapdıq. Olur qrafik faylın həcmi. Yazıram bura V qrafik. İndi deyir ki, qalan səhifələri, qalan nə qədər qalmışdı? Baxın, başına hesabladıq 128. Yazıram bura V mətn. Mətn olduğunu hardan bildim? Orada 64 sətr gördüm. 2 üstündə 7 səhifə, bax qalan səhifə deyir. 64 sətr, 2 üstündə 6. Hər sətirdə 64 simvol var, yəni 2 üstündə 6. ASCII-də kodlaşdırılıbsa 1 bayta vururam. Hə, ümumi həcmi neçə kilobaytdır? Baytdan da kilobayt keçəndə 2 üstündə 10-a bölməliyəm. Bunlar gedir, 2 üstü 12 eləyir, 2 üstü 2-si qalır. 2 üstü 7 ilə də 2 üstü 2, 2 üstü 9 eləyir, yəni 512 kilobayt. 12 kilobayt. Bu da olur mənim mətnimin həcmi, düzdür? Sonra da bu ikisini toplayıram, ümumilikdə həcmini tapıram. Eləyir neçə? 4, 0, 1 yadda 704 kilobayt. Yəni cavab edir C variantı. Sonra 27.
1 GB-ın 1/4 hissəsi. 1 GB-ın 1/4 hissəsi neçə bayta bərabərdir? Baytla istəyir cavabını. Deməli, mən bu gigabaytı bayta çevirməliyəm. Arzuladığım nə idi? Bit. Bit əslində hər saat yazmaq lazım deyil. Bitdə 200 düşdü zaten. Byte, kilobayt, megabayt, gigabayt. Yazıram ki, yadınızda qalsın. Deməli, bayta gələnə qədər 210, 220, 230. Deməli, 230-a nə etməliyəm? Vurmalıyam. Sağdan sola vururam. Buranı silək. Yəni 1-i vururam 2 üstündə 10-a, eləyir 2 üstü 10 byte vurulsun. 4/1-i də 2 üstündə 2-nin qüvvətində 1 yazıram. Bərabərdir, eləyir neçə burada? 2 üstündə 8 byte. Yəni 256. Mən 2 üstündə 10 niyə yazdım bura? Byte, kilobayt, megabayt, gigabayt. Mən nəyi düşünüb nəyi yazıram? 10, 20, 30. 30 dedim, 10 yazdım. Niyə bilmirəm. Hal-hazırda nəzərə alsaq ki, siz düzdür, mən panelimi görmüsünüz. Deməli, saat 02:01 3-ə işləyib. Bu nəzərə alsaq bəli demək olar. Deməli, mən burada 2 üstündə 30-a vurmalıydım. Tamam. 2 üstündə 30 vurulsun. 2 üstündə 2-nin qüvvətdə 1. Bərabərdir 2 üstündə 28 bayta. Yəni, cavab edir A variantı. Belə. 28. Qovluğun ümumi həcmi 10 megabaytdır. Tamam. Bu qovluqdan bu qədər mətn faylı, bu qədər video fayl, bu qədər səs faylı silindi. Tamam. Bundan sonra qovluğun həcmi neçə megabayt olar? Heç nə. 10 megabayt bunun içərisi dolu olduğu halda, yəni bu qədər belə deyək də, qovluğun içində bu qədər fayl olmalıdır ki, onun həcmi də bu qədər olsun. Yəni qovluq əslində 1.0 belə deyək də, həcmə malik olan bir qovluqdur, papkadır, sənəddir. Onun içərisində sənəd deyil, daha doğrusu qovluqdur. Onun içərisində biz nə qədər sənəd yığırıqsa, onun həcmi də bir o qədər formalaşmış olur, artmış olur. Yəni 10 megabaytdırsa, deməli bunun içində 10 megabaytlıq fayl var. Mən bunun içərisində nə qədər silsəm, onun həcmi də yerdə qalan qədər olar. Yəni mən 10 megabaytdan çıxmalıyam bunların cəmini. Yəni 1024 kilobayt, 2048 kilobayt və 512 kilobayt. Bunu yazdım. Qovluğun ümumi həcmini istəyir məndən, cavabı da megabaytla istəyir. Megabayta keçəndə 2 üstü 10-a bölməliyəm. Bunlar gedir, qalır burada 1 megabayt. 2 üstündə 10-a bölməliyəm. Bu 2 üstü 11 deməkdir. İxtisar gedir, qalır burada 2 megabayt. Burada da 2 üstündə 10-a bölməliyəm. Bu da ixtisar gedir, qalır burada 0,5 megabayt. Toplayıram. 10 megabayt çıxılsın 3,5 megabayt. O deyir neçə? 6,5 megabayt. Yəni cavab edir B variantı. 29. 29-u mən tərəfdarıyam ki, bu testin üzərində işləyək. Neçə simvol mövcuddur deyir. Gəlin baxaq. ASCII standartında mənim ASCII-də kiçik enimin qiyməti 8 bit olduğuna görə mən buradakı elementləri 8-8 ayırmalıyım. Yəni mənim 1 sıfırım və ya bir dənə birim, yəni bu ikisindən biri 1 bit informasiya daşıyır və ya yazını yazmadım. Bundan bu 1 bit informasiya daşıyır. Deməli bunların 8 dənəsi 8 bit eləyir. Sayıram 1, 2, 3, 4, 5, 6, 7, 8. Buradan znakımı qoydum. Sonra 1, 2, 3, 4, 5, 6, 7, 8. Buradan da znakımı qoyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Tamam. Neçə dənə simvol mövcuddur deyir. Baxaq indi. 1, 2, 3, 4,
5 dənə simvol. Müxtəlif falan söhbət eləsəydi, burada variantıdır. O zaman daha fərqli yollarla gedərdik. Gələk 30-a. Deyir ki, 20 GB informasiyanı bitlə ifadə edin. Bir dəqiqə. Mən bunu save edeyim. Bu da saxlamayaq. Hə. Baxaq. Deməli 30-da nə deyir? Deyir ki, 20 GB informasiya bitlə ifadə edin. Bit, byte, kilobayt, megabayt, gigabayt. Düzdür? Gigabaytdan bitə gəndə 10, 20, 30, 33. Bir dənə burada 203 idi. Yadımıza salırım. 20 vurulsun, üstündə 33. Bəzən cavablarda belə bir cavab olmaya da bilər ki, hansı ki yoxdur. O zaman bu 20-ni parçalıram. 20 2 vurulsun 5 olduğuna görə mən bunu 5 vurulsun qüvvətlər toplanır. Üstündə 35 şəklində yaza bilərəm. Yəni cavab edir G variantı. 31. İnformasiyanın həcmi 21 kilobayt olan mətn ASCII kodlaşdırmasına yığılarsa. Baxın ay yoldaşlar. Düsturum simvolların sayı vurulsun kiçik n-dir. İndi mən simvolların sayı bilmirəm nə qədərdir. Amma ASCII-də bilirəm ki, bir simvolun 1 bayta bərabərdir. Ümumilikdə də həcmi verib 21 kilobayt. Sol tərəfim bayt, sağ tərəfim kilobayt. Kilobaytdan bayta keçəndə 2-sində 10-a vurmalıyım. O zaman simvolların sayı bərabərdir. 21 vurulsun 2-sində 10 bölünsün 1. Düzdür? Heç nə. Burada da 21-i vurmalıyam 1024-ə. Hə, qəşəng sualdır. İndi gəl sən bunu buna vur. Bunu kalkulyatorla vurmaq lazımdır. Vaxtımız getməsin. Mənim də kalkulyatorum uzaqdadır. Heç nə. Cavab bu olacaqdı, yəni nə olsa. Axırı 4 ilə qutaran, deməli bir A variantı var, bir də D variantı var. Gəlin belə hesablayaq da. 20-ni əgər 1024-ə vursaydım, onda burada 2048 olardı, arxasında bir dənə 0 olardı. Bir dənə də bunların üzərinə 1024 gəlsəydim, 4, 0, 1 yadda 5, 504-dən qutaran hansıdır? 504-dən D variantı. Mövzuya tapdıq. Heç kalkulyatora da ehtiyac qalmadı. 32. Elektron sayğac ASCII kodlaşdırmasında olan informasiyanı 16 simvollu standartda olan əlifbəyə çevirmişdir. Daha sonra məlumatın, gəlin bunu hissə-hissə keçək. Deyir ki, birinci həcmim ASCII standartındadır. Simvolların sayı bilmirəm, hər hansı bir x-dir. ASCII standartının olduğuna görə 8 bitlə yazıram. 8 biti yazıram ki, hesablamaq irəlidəki hissələrdə asan olsun. 16 simvollu standarta keçəndə onda bunun həcmi dəyişir olur, bərabərdir x vurulsun. Əgər mənim standartım 16-dırsa, bu 2/4 olduğuna görə olurmu 4 bit? Yəni sən bir simvolun 4 bit olduğuna görə x-i 4 bitə vurarsan, düzdür? Həcmin ikinci həcmi budur. Daha sonra məlumatın 50% silinir. V3 bərabərdir. Ümumilikdə bax bu hissədə x-in yarısını, yəni gəl belə deyək də, məlumatın yarısı isə x-i 2-yə bölərəm. 50% silinsə 50% qalmış olur. 2-də 1-i qalmış olur. Tamam. Sildikdən sonra onun 20 bayt həcmi qalarsa. İndi mən burada ikincidən sonra əlifbam dəyişməyib də, düzdür? Bu barədə heç nə demir. Amma deyir ki, 20 bayt həcmi qalıbdır. Məlumatın çevirmədən əvvəlki ilkin həcmini tapın. Tapaq. Bura bitdi, bura baytdır. Baytdan bitə keçəndə vurmalıyam ki, üstündə 3-ə. X-i tapıram. O zaman burada x bərabər olar 20 vurulsun 2 üstündə 3, bir də vurulsun 2 bölünsün 4. Bunlar ixtisar gedir. Deməli 2, 2 şəklində 2-nin üstündə 2. Bunları ixtisar aparsam qalır burada
20 vurulsun 4. Yəni 80. Bu simvollarımın sayıdır. Məndən də ilkin həcmini istəyir. İlkin həcmi də buradadırmı? Bax, bu V1-dən söhbət gedir. Bunu gətirib burada yerinə qoyası olsaq, yerinə qoysaq, o zaman 80 vurulsun 1 bayt. 8 bitin əvəzinə yazırım. Yazarıq 80 bayt olarmı? 80 baytım cavabda varmı? Var. A variantı. Qardı getdi. Gələk 33-ə. Bərabərliyinin doğru olduğu say sistemində verilmiş bu ədədin ikilik kodunun neçə bitə bərabərdir? Baxaq. Bax. Hansı say sistemindədir bilmirik. İndi onu tapmalıyam. Nömrələmə üsulunu inşallah bu say sistemində daha dərinə gedirik. 2x, bunu 2x üstü 1, üstə gəlsin 5 vursun x üstü 0. Bu şəkildə yazmıram, birbaşa yazıram. Bunu da çalışın ki, əlinizi öyrəşdirin belə bu birbaşa yazmağa. Çünki bu sizə gələcəkdə çox lazım olacaq. 2x plus 5 üstə gələk 2x plus 5 üstə gələk 2x bərabərdir 7x plus 2. Yazsaq. Toplasaq 6x plus 10 bərabərdir 7x plus 2-yə. X də bərabərdir 8-ə. 8-lik say sistemindədir. İndi mənə deyir bu ədəd. 2, 5, 2, 5, 2, 0. 8-lik say sistemində olan bu ədədin deyir. İkilik kodu neçə bitə bərabərdir? Mən bilirəm ki, 8-lik say sistemində 8 dənə simvol var. O da 2 üstü 3 olduğuna görə. Deməli, mənim bir simvolumun həcmi 3 bit olar. Düzdür? 3 bit olduğuna görə 1, 2, 3, 4, 5, 6 dənə simvolum var. Həcmdə də simvolların sayı vurulsun kiçiyinə görə 6 dənə simvolumu vuraram 3 bitə. O da eləyər 3 dəfə 6, 18 bit. Yəni cavab edir burada C variantı. 34. Deyir ki, həcmi 80 megabayt olan yazdıq. Fayl elektron poçtla göndərilən zaman 20% arxivləşdirildi. 20% getdi. Neçə faizi qaldı? 80%. Deməli, mən tapıram, görüm mənim bu həcmimlə nə qədər qaldı. 80 megabaytın 80%-ni tapanda 80-ə vurub 100-ə bölərəm. Onda bunlar ixtisar gedir. 8 dəfə 8 eləyir. 64 megabayt. Bu mənim olur qalanım. Nə istəyir məndən? Bundan sonra faylın həcmi neçə bayt olar? Baytla istəyir məndən cavabı. Ona görə də 2 üstündə 6-nı bayt, kilobayt, megabayt ardıcıllığına görə bu şəkildə çevirəndə 2 üstündə 20-yə vurmalıyım. 2 üstündə 20-yə vursam olur 2 üstündə 26. Yəni cavab eləyir B variantı. Gələk 35-ə. Dərs adlı qovluqdakı faylların həcmi 400 megabayt, 2 megabayt və s. bərabərdir. Qovluğun ümumi həcmi müəyyəndir. Heç nə. Qovluğun içindəki fayllar qədərdir qovluğun həcmi. Yəni mən bu 35-ci sualda bunları toplamalıyam. 400-ün üzərinə gəlməliyəm 2 gigabaytı, üzərinə gəlməliyəm 112 megabaytı, üzərinə gəlməliyəm 2048 megabaytı, üzərinə gəlməliyəm 1,5 gigabaytı bərabərdir. Deməli, məndən nə istəyir? Ümumi həcmini, cavab megabayt da var, gigabayt da var. Baxaq gör nə tər tapa bilirik. Mən olsam, burada megabaytla işləyərəm. Cavabı megabaytla tapmağa çalışaram. Yəni, bir dənə düşünüm. Məsələn, gəlin gigabaytları hesablayacaq olsaq, bunu gigabayta çevirsəm, bu eləyəcəkdir 2 gigabayt. Düzdür? 2 gigabayt. Əslində gigabaytla hesablamaq daha kolaydır. 2 gigabayt. İndi gigabaytları toplasam, neçə dənə gigabaytım var? Gəlin bir dənə baxaq. Bax, biri burada 2, 4, bir də bu var. Düzdür? 4, bu da eləyir 5,5 gigabayt. 5,5 gigabayt burada yazıram. Üzərinə gəlsin. İndi bir də burada var. Bir də burada qoyumu da işarəliyim. 400 bayaqlarını göstərdiyim kimi 112. Bunlar toplayanda 512 eləyirmi? 512 megabaytım da gigabayt keçəndə 200 tona bölməliyəm, düzdür? Onda olurum 2-də 1, yəni 0,5 gigabayt. Bir də yəni bunun üzərinə 0,5-i gəlsəm
0.5 GB gəlsəm olurmu? 6 GB. Baxıram cavabda 6 GB varmı? Var. D variantı. Praktik işlədik, qutardı. 37. Arif mətn faylının ASCII-də, Murad isə eyni faylı Unicode-da kodlaşdırmışdır. Eyni fayldan söhbət gedir. ASCII-də kodlaşdırılan mətn 6 KB daha az yer tutur. Mətndəki simvolların sayını hesablayın. Bax, belə danışaq. Düsturum budur. Simvolların sayı vurulsun kiçik n-ə görə. İndi bax, Arif ASCII-də kodlaşdırıbdır. Arif biz simvolların sayını bilmirik. Yazıram simvolların sayı vurulsun. Arifə görə 1 baytdan hesablasaq. Murad da deyir eyni faylı Unicode-da kodlaşdırılıb. Yəni 2 baytla kodlaşdırılıb. ASCII kodlaşdırılmasındakı mətn Unicode-dakının 6 kilobayt az yer tutur. Yəni mən bunun üzərinə 6 kilobayt gəlməliyəm ki, buna bərabər olsun. Düzdür? Simvolların sayını hesablayın deyir. Heç nə hesablayaq. Onda burada yaza bilərəmmi ki, S üzərinə gəlinsin. Bu hamısı baytda, bu da baytdır, bu da baytdır deyə bunu da bayta çevirməliyəm. O zaman 6 vurulsun 2 üstündə 10 bərabərdə 2S-ə. Da bölünəki baytları yığışdırdım. O zaman burada S bərabər olur 6 vurulsun 2 üstündə 10-a. O da eləyir 6144. Yəni cavab edir A variantı. 6024-ə vuranda 6144 eləyir bu arada. 37. Deyir ki, 8-də 1 vurulsun 2 üstündə 40 bit informasiyanı 75% sıxlıqdan sonra. Bax, neçə megabaytla ifadə eləyin deyir. Tamam. 37-ci sualda 8-də 1, 2 üstündə 3-də 1 deməkdir. Vurulsun 2 üstündə 40 bit. İndi bu bitdən megabaytı keçəndə yazıram bit, bayt, kilobayt, megabayt. 2 üstü 3, 13, 23. Deməli, nə etməliyəm? Burada bölmədir. 2 üstü 23-ə bölməliyəm. Bir dənə də buranı qəşəng bölürəm 2 üstündə 23-ə. Hesab olmam asanlaşsın deyə. Ümumilikdə 2 üstündə 40-ı bölürəmmi 2 üstündə 26-ya? O da eləyir neçə? 2 üstündə 40-dan 26 çıxıram. Neçə eləyir? 14. 14. Deməli, megabayt. İndi bu hissəni hesabladım, tapdım. Mənə deyir ki, 75% sıxılsa. Bunu 75% sıxanda yerdə nə qədər qalır? 25% qalır, düzdürmü? 2 üstündə 14-ün, yəni 25%-ni tapmalıyım. 25-ə vurub 100-ə bölmək də 4də 1-nin tapılması deməkdir. 2 üstü 2 eləyirmi? Bu da qalır 2 üstündə 12. Yəni cavab eləyir 4096. Cavab B variantı. Sonra 38. Heç nə, bunu hesablayaq. Bərabərdir. Baxaq. Baxıram ki, burada mənim gözümə tanış deyən heç bir rəqəm yoxdur. İndi fikirləşək görək, nə edə bilərik? Başqa nə eləmək olar? Məsələn, bu 2012 kilobaytla 548 kilobaytı toplasaq, nə qədər eləyər? 2560. 2560 kilobayt bu eləsə. Burada mənim yenə tanış rəqəm yoxdur da, düzdür. İndi əslində var, tapdım, gördüm. Nəyi gördüm sizə deyim. Burada bunun 2000-ini götürsəm, burada da bunun 48-ini götürsəm 2048 eləyir, düzdür. Burada bunun 12-si çöldə qalır, burada da bunun 500-ü çöldə qalır. 2048 kilobayt üzərinə gəlsin 512 kilobaytı görmək olur. Buradan düzdür də, yəni heç bir şey eləmədim. Sadəcə olaraq rəqəmlərimi baxdım ki, 512 onluqlarından yüzlüklərin yerini dəyişdim. Üzərinə gəlinsin. Qalanın olduğu kimi yazıram. 5 megabayt, üzərinə gəlsin 2 gigabayt.
bərabərdir. Mən indi burada bunun hissəni çevirəndə 2048-im 2 megabayt eləyir. Bunu bayaqdan neçə dəfə demişik, 0.5 megabayt eləyir. 0.5 megabayt eləyir. Bu da zaten 0.5-də 2 gigabayt. İndi başlayaq bunu hesablamağa. Deməli, 2 gigabayt 0.5 0.5-də 3 megabayt eləyir burada. 3 megabayt üzərinə gəlsin 2 gigabayt. Bunu da mən megabayt çevirəm, çünki belə bir cavab yoxdur. Megabayta çevirəndə küstona vurmalıyım. Bu da eləyir 2048. Düzdür? 2048-in üstündə 3 gəndə neçə eləyir? 2051 megabayt. Yəni cavab eləyir burada E variantı. Bu qədər sadə. 39. 1000 kilobayt çıxılsın bu ifadəsinin nəticəsini bitlə müəyyən. Tamam. 1000 kilobayt çıxılsın 0.5 megabayt üzərinə gəlsin 536 kilobayt. İndi burada sizə belə bir şey deyim. Bu 1000 ilə bunu toplasam 1536 kilobaytımda sağ 0.5 megabayt bərabərdir. Bu 1536 1.5 kilobayt deməkdir. Hardan bilirəm, gəlin sizə deyim. Bu 1536-nın 1024-ünü, yəni 210-unu ayırsam, 1024 çıxsam burada. Qalacaqdır burada 512. Bax, onu da 1024 üzərinə gəlsin 512 deməkdirmi? Görürsünüz, 1 tamı yarısı. 1,5 eləyir. Yəni 1,5 megabaytdan çıxıram 0,5-ini. Bunu sizə göstərmək üçün yazmışdım. Onu bu 1,5 megabayt çıxılsın 0,5 megabayt bərabər olur 1 megabayta. Yəni cavabı bitlə istəyir. 1 megabaytda bitə çevirəndə 2 üstündə 23-ə vurmaq lazımdır. 2 üstü 23 bit. Yəni cavab edir B variantı. 40. (1792) kilobayt vurulsun 2-də 1, üzərinə gəlsin 384 kilobayt vurulsun 3-də 1. İfadəsinin nəticəsini hesablayın deyir. Tamam. İndi bu 1792 nə 2-yə bölsək, neçə eləyər onda burada? Deməli, 8 dəfə 16, 19-un üstünə 9 dəfə 18, 896 kilobayt üzərinə gəlsin. Buna da bu sır geçsə yuxarıda 128 qalır. 8 kilobayt bərabərdir. Bunlar toplayanda neçə eləyir? 4 bir yadda, 2 bir yadda, 1024 kilobayt. Bunu da megabayta çevirəndə 2 üstündə 10-a bölməliyəm. Elə ixtisar gedir, qalır 1. 1 megabayt. Yəni cavab edir C variantı. 41. Deyir ki, 22 gigabaytın neçə bitdir? Bitə çevirmək lazımdır. Bit. Yadıma salıram. Bayt, kilobayt, megabayt, gigabayt. 10, 20, 30, 33. Deməli 233-ə vurmaq lazımdır. Yaxşı, cavablarda 22 vurulsun 233 yoxdur. Ona görə də mən bax bayaqlarım yazdığımız kimi bunu parçalayıram. 2 vurulsun 11 şəklində yazsam. Buna da bunun üstləri toplanır. Olur 11 vurulsun 2 üstündə 34. Yəni cavab edir C variantı. 42. Məlumat üzərində bir neçə əməliyyat yerinə yetirilib. İlk olaraq məlumatın 5də 3 hissəsi silinmiş. Bax, gəlin bunu hissə-hissə yazın. Həmişə loxmalara parçalayın. Bunu hər dəfə deyirəm. Dərs işləyəndə, test işləyəndə çalışın ki, tikələrə bölün. Yemək yeyəndə görürsünüz, tikə-tikə yeyirsiniz. Tikələrə bölüb yeyirsiniz. Hamısını birdən udmaq olar? Olmaz. Misal işləyəndə, dərsi də oxuyanda hissə-hissə, bölə-bölə oxuyun, işləyin. O zaman daha sürətli şəkildə qavrayıb öyrənmiş olarsınız. Daha praktik olur onda bu üsul. Bax, ilk olaraq məlumatın 5də 3 hissəsi silinmişdi. Bax, məlumatın bilmirəm nə qədər düzdür. V1 yazıram. Bunun 5də 3-ü silinsə, yerdə qalır nə qədər? 5də 2-si. Qalır V1 vurulsun 5də 2. Düzdür. Və yaxud da ki, gəlin belə yazaq ki, ümumiyyətcə.
V1 bərabərdir V-nin 5-də 2-si. 5-də 3-ü silinibsə 5-də 2-si qalıbdır. Daha sonra yerdə qalan məlumatın yarısı silinmişdi. Bunun yarısı silinsə, onda mənim həcmim nə qədər qalar? 5-də 1 V. Düzdür? Və ən sonda 75% arxivlənmişdir. Arxivləşibsə, yerdə 25% qalırmı? Bunun da 25% 4-də 1 deməkdirmi? 5-də 1 V-nin də 4-də 1-i eləyirmi 20-də 1 V. Nəticədə 20 megabayt həcmində informasiya qaldığı məlumdursa, 20 megabayt qalıbdır. O zaman nə olar? V-nin qiyməti bərabər olar 400 megabayta. Düzdür? İlkin həcmi neçə megabayt olmuşdur? Heç nə. Elə 400 megabayt. Daha biri də variant. Harada getdi? Elə məndən bu V-ni soruşur ki, ən birinci bunun həcmi nə qədər idi? Bunu soruşur. V1-i soruşmur, V-ni soruşur. Sonra qovluqda mətn, video sənədlərdən ibarət 10 megabayt həcmində informasiya var. Qovluqdan 3,5 megabayt video, bu qədər mətn faylı silinərək, bu qədər səs faylı yazılarsa, qovluqdan 2 megabayt həcmində informasiya olar. İndi 10 megabaytım var. Qovluğun içərisi 10 megabaytla doludur. Düzdür? İndi buradan silinənlər deyilsə çıxaram. 3,5 megabaytlıq video, 2560 kilobaytlıq mətn faylı silinərək, bunlar silindi və bunun üzərinə gəlindi 512 kilobayt həcmində səs faylı. Tamam, indi bunu hesablamaq lazımdır. Gəlin baxaq. 2560-ın 2048-ini ayırsaq 512 qalar, düzdür? 512-si qalır. Onda bu 2,5 megabayt deməkdirmi? Bunları da toplasam olurmu? 6. Yəni 10 megabayt çıxılsın 6 megabayt. Üzərinə gəlsin. Bunu da 2 üstünə ona böləndə yarısı edir 0,5-i. 0,5 megabayt. Yəni hamısı megabayt bərabərdir. 4 üzərinə gəlsin 0,5 bərabərdir 4,5 megabayta. Yəni cavab eləyirdi variant. 44. Tak. Deyir ki, bu ifadənin nəticəsinin gigabaytla müəyyən edin. Okay. 3072 megabayt üzərinə gəlsin 16 üstündə 8 bit, 2 üstündə 31 bayt, 8 üstündə 8 kilobayt. Gigabaytla tapaq bunun cavabını. Tamam. Birinci 2-nin qüvvətlərinə gətirirəm mən hamısını. Bir də belə bir şey deyim. Heç bərabərlik qoymazdan əvvəl. Bərabərlik burada qalsın ələk. Bu 3 vurulsun 2 üstündə 10 deməkdir. Mən bunu gigabayta çevirəndə 2 üstündə 10-a bölməliyəm. Onda bu 3 gigabayt qalarmı? Bunu tapdıq. Sonra bunun özü 2 üstündə, qoyun bunu ayıraq. Deməli, bunu ayırdıq. Bu buydu. Sonra bu birisi 2 üstündə 4 deməkdir. 2 üstündə 4-ün üstündə 8-dir. 32 deməkdir. Bitdən də gigabaytı keçəndə neynəməliyəm? Bit, bayt, kilobayt, megabayt, gigabayt. 10, 20, 30, 33-ə bölməliyəm. Onu 2 üstə 33-ə bölsəm 2-də 1 qalar. Bu da 0,5 gigabayt eləyərmi? Bunu da tapdıq. Bunu da işarə eləyək ki, bu da bununcudur. Bu da getdi. İndi qaldı o birisi. 2 üstündə 31. Düzdür. İndi mən bunu ters çevirim, yaxşı. Qəşəng sualdır. 2 üstündə 31-i 2 üstündə 33-ə bölsək, onda aşağıda qalır 2, yəni 4-də 1. Düzdür. O da 0,25 gigabayt eləyir. Sonra gələk bu birinə. Qoyum bunu da işarəliyim ki, bu da bununkudur. Bu da bunundur. Bir dənə qaldı bu biri. O birini də cəmburan silək. Heç ehtiyacımız yoxdur bura. O birində 8 üstündə 8-i
2 üstündə 3-ün üstündə 8 şəklində yazsaq, 3 dəfə 8 24. 2 üstündə 24 kilobaytdır. Bu kilobaytdan da bax ardıcılım nə idi? Kilobayt, megabayt, gigabayt düzdür? Gigabaytdan, daha doğrusu kilobaytdan gigabayt gəlində 10, 20. Nəyə bölməliyəm? 2 üstündə 20-yə. Onda burada qalırmı 2 üstündə 4 gigabayt. Yəni 16 gigabayt. Bunu da yadımda saxlayıb gətirib yazıram bura. Ya da başını işarəliyim. Yazaq burada 16 gigabayt. İndi başlayıram bir-bir hesablamağa. Bərabərdir. 3 gigabayt, 0.5 gigabayt, 0.25 gigabayt, 16 gigabayt. Toplasaq eləyir neçə? Bununla bunun cəmi 19. Bunun da bunun cəmi eləyir neçə? Yox, nəsə düz demədim axı elə bir. 231 baytdır. Mən bu baytdan gigabayt keçəndə 230-a bölməli idim. Hə, mən bunu düz yazmamışam. Burasını düz yazmamışam. Baytdan keçməli idim burada ona görə, hə. Deməli, buranı düz hesablamadım. 2 üstündə 31 baytdır. Bayt, kilobayt, megabayt. Deməli, kilobayt, megabayt, gigabaytdırsa 230-a bölməliyəm mən bunu. Yəni, bu necə 2 gigabayt. Düzdürmü? Şey. Bir dənə bunu düz yazmamışdım. Deməli, burada bunu silirəm. Bunun yerinə 2 gigabayt yazmalıyım. Hə, o deyir 5, 21,5 gigabayt. Yəni, cavab verir burada variant. Tak. 45. Nə deyir? Deyir ki, kompüterin yaddaşında 4 eyni həcmə malik fayl, hər birinin qısa yolu 1 qısa yolu 4 kilobayt yer tutur, saxlanıb. Onlar birlikdə diskdə bu qədər kilobayt yer tutur. 2 fayl və 1 qısa yol silinərsə, qalan fayllar qısa yollarla birlikdə nə qədər yer tutar? Tamam, gəlin baxaq. Bax. Deməli, 4 dənə eyni həcmə malik fayldır. Okay. Hər birində qısa yolu saxlanıb özündən bərabər. Ümumilikdə 24 megabayt 16 kilobayt yer tutur. Deməli, 4 dənə fayldır. 4 dənə fayldır və bunların özlərinə bir yerdə 4 dənə də qısa yolu var. Belə yazaq. İndi hər bir qısa yolda 4 kilobayt yer tutduğuna görə, onda bu ümumilikdə 4 dəfə 4 16 kilobayt eləyərmi? Sənin faylının bir dənə faylın ölçüsü x-dirsə, burada 4x olarmı? 4 vuraq x. Ümumi həcmin sənin qalır bu. Və sənə deyir ki, birlikdə 24 megabayt üzərinə gəlsin 16 kilobayt yer tutur. Sən tapıbsan, bunlar üst-üstə çürbü getdi. O zaman sənin 4 dənə faylın 24 megabayta bərabər olarsa, sənin bir dənə faylın 6 megabayta bərabər olmuş olurmu? İndi sənə deyir ki, ümumilikdə sənin faylın 24 megabayt üzərinə gəlsin 16 kilobaytdır. Budur sənin həcmin. Deyir ki, 2 dənə fayl silinərsə, sən də faylın birini tapdın 6 megabayt. Yəni bundan 2 dənə faylım eləyəcək 12 megabayt. Bir dənə də qısa yol. Yəni bir dənə qısa yolda 4 kilobaytdır. Silinərsə, yaddaşda nə qədər yer qalar? 24-dən 12-si getsə 12 megabayt qalar. 16 da 4-ü getsə, yəni 12 kilobayt qalar. 12 megabayt 12 kilobayt. Yəni cavab edir burada variantı. -45, 46. Hər hansı qovluqdakı fayllar birlikdə ölçülərinin 124 kilobayt olduğunu bilərək, həmin qovluğa ölçüləri uyğun olaraq bu 3 dənə fayl yazdıqdan sonra qovluqdakı fayllar birlikdə ölçüləri neçə kilobayt olar? Bunları cəmləmək lazımdır, heç nə. Ümumilikdə faylların hamısının ölçüsü 124 kilobaytdır. Həmin qovluqda ölçüləri uyğun olaraq 1024, burada bir dənə işarəni hələ ki düzəldərik. 1024 bit, 896 bayt və 2 kilobayt olan 3 fayl yazılıbdır.
Faylların birlikdə ölçüləri nə qədər olur? Heç nə hesablayaq. Bunu kilobayta çevirəndə 213-ə bölmək lazımdır. Mən hələ ki bunu saxlayım. 896-da belə deyək də baytdır. Mən bunu da heç nə edə bilmirəm. 2 kilobayt. Cavabı kilobaytla istəyir məndən. Tak, bir dənə fikirləşək nə etmək olar. Baytdan bitə keçəndə 203-ə, yəni 8-ə vurmaq lazımdır. 6, 8, 48, 4 yadda. 72, 6. Aha, 64. Yox, bu əmələ gəlmədi nəsə. Başqa bir yol fikirləşək. Deməli, belə eləyək də yazaq. 124 kilobayt heç bu mötərizələrə ehtiyacımız yoxdur. Yəni, bunları silək. Deməli, 124 kilobaytla 2 kilobayt toplasaq, 126 kilobayt üstə gələk. Bitdən baytı keçsək, mən bunu 203-ə bölə bilərəm. 210-la 203 keçsək, 207, yəni 128 qalar. 128 bayt, bir dənə də 896 bayt. Bu ikisi toplasam, 4 bir yadda 11, 2 bir yadda 1024 eləyir. 24 bayt eləyir. Bunu 210-a bölsəm, 1 kilobayt eləyir. Yəni 127 kilobayt. Çıxartmaq olurmuş demək. A variantı. Biraz gecədir. Gecdir. Gələk 47-yə. Ona görə də biraz yavaş deyək. 5 megabayt boş sahəsi olan diskə 24 megabayt həcmində mətn faylı, bu qədər qrafik faylı, bu qədər də yazılsınsa diskin tikib boş yer sahə qalar. Deməli, bax, 5 megabayt boş yeri var bu diskin. 5 megabaytlıqdır boş. No. Həmin bu 5 megabaytdır. Bura fayl yazılanda, nə qədərsə də, hər nə qədərsə də yazılanda, bunun boş qalan hissəsi bu olur, düzdür? Mən ümumi hissədən bu dolan hissəni çıxmalıyam ki, bu boş hissəni tapa bilim. Yəni, ona görə də burada yazılanda, həmişə yazılır deyəndə üstə gəlmək deyə bir şey yoxdur. Yəni, belə bir qayda yadınızda saxlamayın. Çalışın ki, məntiqini başa düşün ki, görün burada nə deyir. İndi mənə deyir ki, 5 megabayt boş hissədir. Bundan bu faylları yazıldı. Bunlar yazılıb deyilsə, deməli mən bundan çıxmalıyam ki, bunların cəmini tapım ki, nə qədər boş yerim qaldı. 1024 bayt, sonra 402 kilobayt, bir də 2 megabayt. Bərabərdir. Bunu kilobayt çevirəndə 210-a bölərəm, 1 kilobayt eləyir. Düzdürmü? İndi yazaq 5 megabayt çıxılsın. Burada 2 megabaytım var. Yazıram onu. 2 megabaytı qabağa salıram. Çıxılsın. Bir də bu ikisini cəmləsəm 403 kilobayt edir. Bərabərdir. 3 megabayt çıxılsın 403 kilobayta. İndi mən də bunu xırdalasam, bu edir 3072 kilobayt. Bundan çıxmalıyım 403-ü. O da edir neçə? 9, 6, deməli 6, 2669. Yəni D variantı. Cavab kilobaytla. 48. Arxivləşdirilmiş faylın informasiya tutumu 8 kilobaytdır. Fayl 60% sıxılmışdır. Arxivləşdirilmiş faylın həcmi ilə faylın ilkin həcminin cəmini kilobaytla ifadə edin. Deməli, 60% sıxılandan sonra 8 kilobayta qalıbdır. Yəni, bu faylın 40%, yəni qalanı da 8 kilobaytdırsa, faylın həcmi ilə ilkin fayl. Mən bunun ilkin həcmini tapmaqdan ötürü 100%-ni taparam. 100%-ni x desəm, o zaman x bərabər olarmı? 8 vurulsun 100 bölünsün 40. Onda bu qalır burada 20 kilobayt. Yəni 100%-im 20 kilobaytdır. Arxivləşdirilmiş faylım 8 kilobaytdır. İlkin həcmi də 20 kilobaytdır.
Bunların cəmi də ümumilikdə eləyir 28 kilobayt. Yəni cavab eləyir Y variantı. Gələk 49-cu suala. Faylın həcmi 256 megabaytdır. Arxivləşdirdikdən sonra həcmi 75% azalmışdır. 75% azalması 25% qalması deməkdir. Faylın həcmi nə qədər olar? 256 megabaytın 25%-ni tapıram. Yəni 25-ə vurub 100-ə bölərəm. O da 4-də 1 eləyir. Yəni 2 üstü 2-də 1. 256 da 2 üstü 8 deməkdir. Onu da 2 üstü 2-yə böləndə 2 üstündə 6 qalır. Yəni 64 megabayt qalır. Cavab eləyir nə? A variantı. 50. Videonun deyəsən vaxtını uzatmaq üçün hər şey eləyir planşet. 50. Deyir ki, 8-in kvadratı, 2-nin kvadratı vuraq 16. Bit neçə bayta bərabərdir? Bərabərdir. Bu 2 üstündə 6 üzərinə gəlsin. Bu 2 üstündə 4 olduğuna görə ümumilikdə 2 üstü 6 eləyir. Və bundan 2 dənə olduğuna görə 2 vurulsun 2 üstü 6 yazsam. Bu da ümumilikdə 2 üstündə 7 eləmiş olur. Bəli. Buradan da bitdən də bayta keçəndə ardıcıllığımız nə idi? Bit, sonra gəlirdi bayt. Biz də danışırıq ki, bitdən bayta keçəndə bölməliyəm 2 üstündə 3-ə. Bunu bölürəm 2 üstündə 3-ə, qalır yuxarıda 2 üstündə 4. Yəni 16 bayt. Cavab eləyir A variantı. Bəli, test izahımız bu qədər. Bugünlük bu qədər. İnşallah çalışdığım qədər vaxt elədikcə davamını çəkəcəm sizin üçün. Kanala abunə olmağı, dostlarınızla bölüşməyi və videonu bəyənməyi unutmayın. Sağ olun. Gələn görüşlərə qədər hələlik.